Müğənni Nərmin Kərimbəyova dünən avtomobil qəzası keçirib. İfaçı bu barədə Xəzər axşamı proqramına telefon bağlantısı zamanı danışıb. 20 yanvar metrosundan şəhər istiqamətinə gedərkən maşınımı vurdular. Uşaq yanımda idi, çox qorxdu, stres keçirtdi. Amma xəsarət almamışıq. Bir saatdan çox polislər bizi tapa bilmirdi. Maşını vuran şəxs ünvanı səhv izah etmişdi. Yolun kənarında insanların çox diqqətini çəkdik. Bu cür diqqətli olmaq istəməzdim. Maşınımıza dəyən zərbə çox güclü idi. Şükür olsun ki, bizə heç nə olmadı. Meyxanaçı Orxan Lökbətanlı bir neçə gün əvvəl yayılan ölüm xəbərindən danışıb. İfaçı qonaq-canlı proqramına açıqlamasında bunları deyib. Səs tellərimin üstündə şiş var idi. Kəsilib götürüldü. Əməliyyat olunduğum gün verilişdə olmalıydım. Amma gedə bilmədim. Veriliş heyətinə video atdıq ki, yalançı deyiləm. Götürüb yazdılar, Orxan ölüb. Şükür ki, həmin xəbər yayılan zaman valideynlərim, ailəm yanımda idi. Kənarda olsaydılar, nə olardı bilmirəm. Valideynlərim yaşlı insanlardı.